Əgər qarpız əkinindən qazancınızı 3 dəfə artırmaq istəyirsinizsə, indi deyəcəyim bu 7 qaydaya mütləq əməl edin. Əvvəlcə bunu bilin, diqqətiniz qarpızın özündə yox, hər hektardan əldə etdiyiniz mənfəətdə olmalıdır. Bunlar eyni şey deyil. Elə fermer var ki, 70 ton məhsul götürür, amma 50 ton məhsul götürən fermerdən daha az qazanc əldə edir. Qazancı artan əsas amillər bunlardır. 1. Sadəcə çox məhsul yox, eyni ölçü və keyfiyyətli məhsul yetişdirin. Xüsusilə ixrac bazarında eyni ölçü və eyni formalı qarpızlara daha yüksək qiymət verilir. Bu isə düzgün suvarma, qidalama və bitki sıxlığının nəticəsidir. 2. Suvarmanı təqvimə görə yox, bitkinin inkişaf mərhələsinə görə tənzimləyin. Ən böyük səhvlərdən biri bütün mövsüm ərzində eyni suvarma proqramını tətbiq etməkdir. İnkişafın əvvəlində kök sistemini gücləndirin. Çiçəkləmə dövründə su estirisinin qarşısını alın. Meyvə böyüməsi zamanı kifayət qədər su təmin edin. Məhsul yığımına yaxın suvarmanı tədricən azaldın ki, qarpızın Brix göstəricisi, dadı və saxlama müddəti artsın. Bu yanaşma məhsulun satış dəyərini təkcə məhsuldarlığı artırmaqdan daha çox yüksəldə bilər. 3. Göbrəni suvarma ilə birlikdə verin ya fertigasiya. Damcı suvarmada göbrə birbaşa kök zonasına çatır. Bunun üstünlükləri daha az gübrə sərfiyyatı, daha yüksək mənimsənilmə, daha bərabər inkişaf, daha aşağı xərc və daha yüksək məhsuldarlıq. Qalan 4 vacib məqami isə postun açıqlama hissəsində yazmışam. Əgər gün suvarma və kənd təsərrüfatı biliklərinizi artırmaq istəyirsinizsə, səhifəni izləyin.